Bugün birinci qruplar üzrə 20 sınaq testlərinin ikinci sınağına baxırıq. Deməli, birinci sualda reaksiyanın sürəti 0,4 mol və başa çatma müddəti də 36 saniyə verilib. Həmçinin reaksiyanın ikinci vəziyyətdəki sürəti 1,2 mol böl vurulsun saniyədir. Yəni, bir sözlə bizim düsturumuz var idi. Tau 1 böl tau 2 bərabərdir. Yəni, birinci reaksiya sərf olunan zaman bölünsün ikinci reaksiya sərf olunan zamana. O da bərabərdir. VT2 bölünsün VT1. Yəni, ikinci reaksiyanın sürəti bölünsün birinci reaksiyanın sürətinə. Və verilənləri düsturda yerinə qoyub hesablasaq 1,2 eləyir. Çünki biz VT2-ni böləcəyik. 1,2 bölünsün 0,4-ə bərabərdir. 36 bölünsün x-a. Buradan həll eləsək, vergülləri açsaq, burada 3 qalar. 3x bərabərdir 36-ya, x də bərabərdir 12-yə. 12-yə. Düzgün cavab Y variantı. İkinci sualla davam edirik. İkinci sualda bizdən nə soruşulur? Deməli, karbon qazının bizə karbon qazının dəm qazının oksigenlə reaksiyası verilib. Və deyir, tau 1 anında tarazlıqdadır. Hansı dəyişiklikləri aparmaq lazımdır ki, tau 2 anında tarazlıq halı yaransın. Mən baxıram, nə görürəm burada? CO-nun molunun azaldığını görürəm qrafikdə. Çünki qrafik, baxın, azalma var. CO nə zaman azalar? Sərf olunan zaman. Yəni, əgər mənim reaksiyamın tarazlığı sağ tərəfə yönəlibsə, onda CO-nun molu azalmalıdır. Düzdürmü? Yaxşı, hansı vəziyyətlərdə tarazlıq sağa doğru yönələ bilər? Deməli, baxırıq ki, deyir, hansı dəyişiklikləri aparmaq lazımdır, tau 2 anda tarazlıq halı yaransın. Əvvəl təzyiqi verib, təzyiq deyir, artırmaq. Baxırıq, ümumi həcm sol tərəfdə 3V-dir, sağ tərəfdə 2V-dir. Deməli, biz də bilirik ki, təzyiqi artırdığımız zaman tarazlıq həcmin azaldığı istiqamətə yönələr, yəni sağ tərəfə yönələr. Onda birinci doğrudur. Temperaturu artırmaq. Mən buradan görürəm ki, proses eksotermikdir. Yəni, plus 2 olaraq yazılıb. Əgər mən temperaturu artırsam, onda tarazlığım geri qayıdacaq, sola yönələcək. Ona görə də temperaturu artırmaq variantı yanlışdır. Sistemə CO əlavə eləmək, bəli, biz bilirik ki, əgər sistemə sağ tərəfdəki maddələrdən ya CO, ya oksigen əlavə eləsək, bu zaman tarazlıq təsirin az olduğu tərəfə, yəni sağ tərəfə yönələcək. Ona görə də doğru cavab 1, 3-dür. Üçüncü sualda istilik ayrılır. Nə zaman? Deyir, azot monoksid parçalandıqda. Deməli, azot monoksidin parçalanma reaksiyası NO parçalanır N2 plus O2. Bu istisna reaksiyaydı. Necə? Yəni, biz bilirik ki, parçalanma reaksiyaları adətən endotermikdir. Amma NO-nun parçalanma reaksiyası eksotermik idi. Ona görə də istilik ayrılacaq. Su buxarı kondensləşdikdə. Su buxarı neynir? Özündən ətrafa istilik verərək, yəni soyuyaraq. İstilik verərək nedir? Soyuyur. Ona görə də 2 də doğru cavabdır. Kalsium karbonatı parçaladıqda, yox, yəni kalsium karbonatın parçalanma reaksiyası normal bildiyimiz kalsium O, CO2, bildiyimiz normal parçalanma reaksiyası, yəni -2 ilə gedən reaksiyadır. Dəmiri əritdikdə təbii ki, biz ona istilik verməliyik. O istiliyi udmalıdır ki, ərisin. Ona görə bu iki proses istilik ayrılır prosesi deyil. Onda doğru cavab olar 1, 2. Dördüncü sualda sabit temperaturda gedən reaksiyada azotun qatılığını 2 dəfə azaldıb, hidrogenin qatılığını 2 dəfə artırdıqda reaksiyanın sürəti necə dəyişər? Reaksiyanın kinetik tənliyi burada nə ola bilər? Deməli, V birinci reaksiya nə bərabərdir? V bərabərdir K vurulsun V N2-nin qatılığı, daha doğrusu V yazmayaq da qatılıq yazaq.
C N2 vurulsun hidrogenin qatılığının üstü 3 əmsal nisbətlərinə uyğun olaraq. Aha. Və bizə deyir ki, biz bunun azotun qatılığını 2 dəfə azaltmışıq. Qatılığı 2 dəfə azaldılıb. Onda necə olacaq? Azotun əvəzinə yazırıq 2-də 1. Yəni 2 dəfə azaldıldığına görə. Hidrogenin qatılığını 2 dəfə artırmışıq. Onda 2 yazırıq, amma üstü 3 olaraq yazırıq. Bu ifadə nəyə bərabərdir? 2-də 1 vurulsun 8-ə, ixtisar gedər 4. Cavabım kəsirlə alınmadı, düzdürmü? Deməli 4 dəfə artar. Davam edirik. 5-ci sualla. Aha. 5-ci sualda bizdən nə soruşulur? İyonlar verilib, amonium iyonu, deyir azotun oksidaşma dərəcəsi A-dırsa, bilirik ki, burada azotun oksidaşma dərəcəsi neçə idi? -3 idi. NO3 mənfi verilib, burada da azotun oksidaşma dərəcəsini soruşur. Bilirik ki, NO3 mənfidə, deməli oksigen -2-dir. 2-ni vurduq 3-ə, 6. 1 iyon burada, deməli qaldı -5. -5 azotun oksidaşma dərəcəsi, yəni bu da bərabərdir -5-ə. -5. Biraz yaza bilmədik. -5. İndi deyir B-ni müəyyən el. Yəni mən B-ni A-la ifadə eləməliyəm. Yaxşı, mən -3-ün üzərinə nə etməliyəm? 8 gəlməliyəm ki, -3 yazıb, müsbət yazıram, üzr istəyirəm. -3-ün üzərinə 8 gəlməliyəm ki, nə etsin? -5 eləsin, düzdürmü? Aha, indi -3 yerinə A qoysaq, olacaq cavab A + 8. 6-cı suala baxırıq. Deyir, reduksiya edicinin neçə faizi oksidləşib? Aha, deməli, bunu yazaq buradan. Biraz balacalaşdıraq ekranımızı. Aha, bir dəqiqə. Manqan O2-nin reaksiyasını yazırıq. Manqan O2 plus H xlor bizə verəcək. Manqan xlor 2 plus xlor 2 plus H2O. Gəlin oksidaşma dərəcələrini qeyd edək. Kimlərdə dəyişiləcək? Sözsüz ki, manqan -4-dən gedib manqan -2-yə. Xlor -1-dən xlor 0-a. Yazırıq. Manqan -4-dən manqan -2-yə gələn zaman 2 elektron özünə birləşdirib. Sonra xlor -1-dən xlor 0-a yönələrkən 1 elektron nə edib? Verib, amma görürəm ki, burada xlor ətəyində 2 var, ona görə də 2 yazıram. 2 elektron ixtisar gedər, 1-in 1-ə nisbəti qalar. 1-i yazırıq manqan, yəni əslində 1 yazmağa ehtiyac yoxdur, amma gəlin yazaq. Manqan, onda burada da 1 olar, xlor 1 olar. Xlorları topladıq 4 elədi, hidrogen qarşısında 4 yazırıq, onda suyun qarşısında 2 yazmalıyıq. İndi deyir, reduksiya edici. Reduksiya edici kimdir? Oksidləşən. Oksidləşən kimdir? Burada xlor -1. Yəni, reduksiya edici deyəndə söhbət H xlordan gedir. Reduksiya edicinin neçə faizi oksidləşib? Yəni, 4 mol reduksiya edicimiz var, düzdürmü? Bu 100%-dir. Amma -1-dən 0-a gələn vəziyyətdə xlorun əmsalı neçədir? Xlorun əmsalı 1. Amma biz bunu atom kimi baxsaq, görürəm ki, 4 mol reduksiya edicim 100%-dir. Amma 2 mol atom xlor oksidləşib. Onda 2 neçə faizdir? X da bərabərdir 50%. Cavabımız olacaq burada C variantı. 7-ci sualla davam edirik. 7-ci sualda bizə nə deyir? Deyir, bu reaksiyada hansı ifadələr doğrudur? Aha. Bizə deyir, oksidləşdirici, reduksiya edici eyni element atomdur. Gəlin yazaq və oksidləşmə dərəcələrini qeyd edək. Xlor 2 plus natrium OH bizə verər natrium xlor
plus natrium xlor O və H2O. Oksidaşma dərəcələrini qeyd edirik, kimlərdə dəyişilib. Xlor sıfırdan bir dəfə -1-ə, bir dəfə də -1 vəziyyətinə gəlib. Onda belə yazacağım. Xlor sıfırdan xlor -1-ə 1 elektron verib. Amma xlor sıfırdan xlor -1-ə gələrkən yenə də 1 elektron alıb. Burada xlorun indeksindəki 2-ni nəzərə almaram, çünki onsuz da ixtisarı gedəcək və 1-in 1-ə nisbəti alınacaq. Onda xlor -1-in qarşısına 1, müsbət 1-in qarşısına 1, -1-in qarşısına da 1 rəqəmi yazsaq, 2 xlorumuz oldu, natriumlarım 2 natriumum oldu, hidrogenim 2, indi oksigen saylarına da baxaq 2. Əmsallaşdırmamızı yerinə yetirdik. Deyir ki, oksidləşdirici və reduksiya edici eyni element atomudur. Bəli, xlor həm oksidləşdiricidir burada, həm də reduksiya edicidir. Bu məsələ doğrudur. Molekul daxili oksidləşmə reduksiya reaksiyasıdır. Xeyr, biz bilirdik ki, əgər eyni bir element atomu müxtəlif oksidləşmə dərəcələrini göstərirsə məhsulda, bu nə idi? Disproporsiya reaksiyası idi. Ona görə molekul daxili deyil. Natrium xlor reduksiya məhsuludur. Bəli, sıfırdan xlor -1-ə gəlib, yəni azalıb. Onun sözsüz ki, reduksiya məhsuludur. Xlorun 20% oksidləşir. Xlorun 20% oksidləşir deyəndə baxırıq ki, 2 xlor atomundan biri oksidləşib, belə deyək də, 2 mol xlor atomundan 1 mol oksidləşib, 1 molu reduksiya olunub. Düzdürmü? Yəni 50% olacaq, 20% yox. Ona görə də doğru cavab oldu. Birinci və üçüncü, o da B variantı. Davam edirik. Hansı reaksiyada kükürt reduksiya olunur? Hansı reaksiyada kükürt reduksiya olunur? Oksidləşmə dərəcələrini qeyd eləyək üzərində. Baxıram, kükürt sıfırdan -2-yə gəlir. Nə oldu? Reduksiya olundu. Düzdürmü? Onda 1-ə qeyd eləyərik. Kükürt müsbət 4-dən gəldi kükürt müsbət 4-ə. Heç bir dəyişiklik yoxdur. Götürmürük. Sonra kükürtdən danışırıq. Sıfırdan müsbət 6-ya gəldi. Bu dəfə oksidləşdi, amma biz reduksiya olunur axtarırıq. Müsbət 6-dan kükürt hara gələcək? Müsbət 4-ə gələcək. Bəli, azaldı, yəni reduksiya olundu. Onda doğru cavab oldu 1-ci və 4-cü. Euler-Venn diaqramına uyğun bəndləri müəyyən eləyin. Eləyək, deməli, reduksiya məhsulu bəsit maddədir. Onda əvvəl oksidləşmə dərəcələrini qeyd eləyək. 0 karbon hara gəlir? Müsbət 2-yə. Müsbət 2-yə. Biraz böyüdək onda. 2 yazmaq rahat olsun. Deməli, kükürt -2, oksigen, karbon müsbət 4-ə gəlir. Müsbət 4. Sonra karbon, kükürt də yenə burada 0-dır. Karbon 0-dan gəldi nəyə? Müsbət 2-yə. Müsbət 2-yə. Hidrogen müsbət 1-dən gəldi 0-a. İndi deyir, reduksiya məhsulu bəsit maddədir. Hansı reaksiyalarda? Yəni azalma. Karbon 0-dan müsbət 4-ə gəlib. Düzdürmü? Kükürt 0-dan -2-yə gəlib. Reduksiya məhsulu deyəndə karbon 0-dan müsbət 2-yə gəlib, oksidləşib. Su müsbət 1-dən 0-a gəlib. Bax, burada var. Reduksiya məhsulu bəsit maddə bu reaksiyada olacaq. Nəyə görə? Çünki digər reaksiyada reduksiya kükürt 0-dan -2-yə gəlibdir. Amma hardadır -2? Karbon disulfidin içərisində, yəni mürəkkəb maddədir. Ona görə də bir gedəcək ikinci bəndə. Molekullar arası oksidləşmə reduksiya reaksiyasıdır. Bəli, hər iki reaksiyada molekullar arası oksidləşmə reduksiya reaksiyasıdır. Onda 2-ni yazacağıq ortaya. Karbon reduksiya edicidir. Karbon 0-dan müsbət 4-ə gəlibsə, oksidləşib, bəli, reduksiya edicidir birinci reaksiyada. Digərində də yenə artıb, yəni oksidləşib, onda təbii ki, reduksiya edicidir. Hər iki reaksiyanı nəzərdə tuturuq. Oksidləşdiricinin əmsalı 2-dir. Əmsallaşdırsaq, onda bir başqa rənglə qeyd eləyək. Əmsallaşdırsaq, məsələn, kükürdə burada 2 yazmalıyıq, düzdürmü?
Digər reaksiyalarda əmsala ehtiyac yoxdur. Oksidləşdirici kimdir? Reduksiya olunan. O da kükürt elementidir. Bu da yalnız hardadır? Birinci reaksiyada. 4-ü yazırıq 1-ə. İndi gedək bəndimizi seçək. Baxırıq. Hardadır bu? Aha. Biraz daha yaxınlaşdıraq. Deməli, biz nə seçdik? Birinciyə 4, ikinciyə 1, üçüncüyə 2, 3. Bu da hansı bənd olacaq? Bu da Y bəndi olacaq. Bu şəkildə. Davam edirik. 10-cu bir dəqiqə üzrlü sayın. 10-cu sualla davam edirik. Yalnız polyar kovalent rabitəli birləşmələri müəyyən edin. Polyar kovalent rabitə nə idi? Elektromənfilikləri bir-birindən az fərqlənən qeyri-metal atomları arasında olan rabitə idi. Məsələn, birincini götürmək olar. Yalnız polyar kovalent. Gəlin yazaq quruluşlarını. Məsələn, karbon qazını belə yazarıq. Bəli, burada yalnız polyar kovalent var. İkinci, sulfat turşusunun quruluşunu açıq şəkildə yazsaq. Kükürt. Aha. Burada yalnız rabitələr polyar kovalentdir. HO, OS, SO arasında. Ona görə ikini də götürə bilərik. Üçüncü məqamda CH4. Yəni CH2, 2 qat, CH2. Burada qeyri-polyar rabitə də var. Yəni qeyri-polyar rabitə, bunlar qeyri-polyardır. Davam edirik. N2. Aha, burada rabitələrin hamısı qeyri-polyardır. Ona görə də biz yalnız 1, 2 götürməyə üstünlük veririk. Gəldik 11-ci suala. 11-ci sualda bizə nə deyir? Deyir, tarazlıqda olan sistemdə hansı hallarda reaksiya məhsulunda bu dəqiqə. Aha. Tarazlıqda olan sistemdə hansı hallarda reaksiya məhsullarının mol sayı azalar? Əgər biz təzyiqi artırsaq, tarazlıq hansı istiqamətə gedəcək? Tarazlıq gedəcək bu istiqamətdə. Yəni 5 həcmdən 4 həcmə doğru gələndə yəni bu istiqamətdə yönələcək də, belə baxaq. İndi deyir, təzyiqi artırdıqda. Biz təzyiqi artıranda bilirik ki, tarazlıq həcmin az olduğu tərəfə gedəcək, yəni sağa gedəcək. Əgər sağ tərəfə tarazlıq yönəlsə, onda getdikcə xlor və suyun molu artmalıdır. Çünki axı məhsul əmələ gələcək. Ona görə də mol sayı azalar şərtinə bu düz gəlmir, yəni ödəmədir. Xlor 2-nin qatılığını azaltsan. Aha, deməli, burada xlor 2-nin qatılığını azaltdıqda dedikdə, yəni biz xlorun qatılığını azaldırıqsa, onda təsir azalıb deməkdir və tarazlıq yönələcək sağ tərəfə yenə. Tarazlıq da sağ tərəfə yönəlsə, sözsüz ki, məhsulların mol sayı artmalıdır. Ona görə ikinci variantda götürmürük. Temperaturu artırdıqda proses eksotermikdir. Əgər biz temperaturu artırsaq, onda tarazlıq geri qayıdacaq, yəni sola doğru yönələcək. Tarazlıq sola doğru yönələndə başlanğıc maddələrin molu artacaq, amma məhsulların molu azalacaq. H-xlorun qatılığını azaltdıqda, H-xlor haradadır? Başlanğıc maddədir. Biz H-xlorun qatılığını azaldırıqsa, sol tərəfdə təsiri azaltmış oluruq. Onda tarazlıq təsirin az olduğu tərəfə, yəni sol tərəfə yönələcək. Sol tərəfə də yönəldikdə məhsulların mol sayı azalacaq. Ona görə də düzgün cavab B variantı olacaq. 12-ci sualda reaksiyaların aparıldığı temperaturlar məlum deyil. Deyir, sürətin artması 243 dəfə artıb, temperatur əmsalı 3-dür. Biz də bilirik ki, Van 't Hoff düsturuna əsasən, Van 't Hoff düsturunda necə idi? Aha. Van 't Hoff düsturuna əsasən VT2 bölünsün VT1 bərabərdir qamma üstü T2 çıxılsın T1 bölünsün 10 düsturu ilə hesablanır. VT2-nin VT1-ə nisbəti artıq verilib 243-dür, bərabərdir 3 üstü, yaxşı, T2 çıx T1 bilmir yaxınlardır, düzdürmü? Onda bu fərq nə qədərdir? Bu fərqin, deməli, 3 üstü neçə olanda, bir A ədədinə işarə eləyək. 3 üstü neçə olanda cavab 243 eləyir. Aha. Biz də bilirik ki, A 5 olduqda, yəni A 3 üstü 5, 243 eləyir. 3 üstü 5, yəni A da 43 olanda T2 çıx T1 böl 10 bərabərdir 5-dirsə, onda temperaturlar fərqi neçə olacaq? Temperaturlar fərqi 50 olacaq. O da cavab B bəndi.
13-cü suala baxırıq. 13-cü sualda bizə nə deyir? Deyir, reaksiyanın sürətini necə artırmaq olar? Baxaq. Alüminiumu toz halına keçirtməklə, bəli, xırdalama dərəcəsini artırdıqda, yəni toxunan səthlərin sahəsini artırdıqda reaksiya sürəti də artar. Temperaturu artırmaqla, bəli, biz qızdırdıqda reaksiyanın sürəti sözsüz ki artacaq. H2-nin qatlığını artırmaqla, xeyr, H2-nin qatlığını artırsaq, bu məhsuldur. Onda reaksiyanın sürəti, yəni belə deyim də, əksinə gedən reaksiyanın sürəti artacaq. Reaksiyanın baş verdiyi qabın həcmini artırmaqla, biz qabın həcmini artırmış olsaq, deməli təzyiq azalacaq. Təzyiq azaldıqca nə olacaq? Təzyiq azaldıqda isə molekulların bir-birinə toxunması azalır və ona görə də reaksiyanın sürəti azalacaq. Onda düzgün cavab oldu A variantı 1 və 2. 14-cü suala gəlirik. Reaksiyada 1 mol turşu reduksiya olunduqda alınan suyun kütləsini hesablayın. Gəlin oksidaşma dərəcələrini qeyd edək. 0-dan müsbət 2-yə gəlib mis. Azot müsbət 5-dən azot müsbət 2-yə gəlir. Aha, indi yazırıq. Mis 0-dan mis müsbət 2-yə 2 elektron verib. Azot müsbət 5-dən azot müsbət 2-yə gəlir. 3 elektron alır. Əmsalları yazırıq. 2, 3, 3, 2. 3-ü yazacağım misin qarşısına. Onda burada 3 yazılacaq. Azotun qarşısına yazıram 2. Onda sayaq azotları sağ tərəfdə. 6 üstə gəlir ki 8. Onda burada 8 yazacağım və suyun qarşısına da düşəcək 4. Aha. Sağda solda oksigenləri sayırıq. Əgər say düzdürsə, deməli doğru əmsallaşdırmışıq. Sol tərəfdə 24 oksigen var. Sağ tərəfi də hesablayaq. 6 dəfə 3, 18, 20, 24. Bəli, sağda da 24 oksigen var. Keçirik məsələnin həlli nədir? 1 mol turşu reduksiya olunduqda alınan suyun kütləsini hesablayın. Mən görürəm 8 mol turşu reduksiya olunanda 4 mol su alınıbsa, 1 mol turşu reduksiya olunanda nə qədər su alınacaq? Yəni qram olaraq deyir, düzdürmü? Hə, kütlə deyir. Onda 4 vurulsun 18. X bərabərdir. 1 vur 4 vur 18 bölünsün 8. 2 o da eləyəcək 9 qram. Düzgün cavab olacaq B variantı. Aha, davam eləyirik. Suallarla. 15-ci sual. Aha. Deməli, 15-ci sualda bizdən nə soruşur? X 2 plus 3y2 2xy3 reaksiyasına aid qrafikə əsasən doğru ifadələri müəyyən edin. Aha. Deyir, tau 1 anından sonra xy3-ün qatılığı artar. Tau 1 anında nədir? Tarazlıqdadır. Tarazlıqdadırsa artıq, yəni burada sistem tarazlıqdadır da. Ona görə də xeyr, xy3-ün qatılığı artar cavabı yanlışdır. A xətti parçalanma reaksiyasının sürətinin dəyişməsini göstərir. A xətti parçalanma yox, birləşmə reaksiyasının sürətinin dəyişməsini göstərir. Onda bu da yanlış oldu. B xətti tarazlıq halını ifadə edir. Bəli. C xətti parçalanma reaksiyasının sürət dəyişməsini göstərir. Bəli. Çünki parçalanma prosesi getdikdən sonra məhsullar əmələ gəlməyə başlayır. Ona görə də doğru cavab olacaq 3-lə 4. Davam edirik 16-cı sualda. Deyir, reaksiyanın CO-nun başlanğıc qatılığı 10 mol. Aha, CO-nun başlanğıc qatılığı, C başlanğıc, CO-da 10 mol bölü litr. 10 saniyədən sonra zaman 10 saniyə. Deməli, sonra isə 2 moldur. 2 mol bölü litrdir. C, belə deyək də, C son bərabərdir 2 mol bölü litr. Oksigenə görə sürəti hesablayın. Qabın həcmi 1 litrdir. Sürət düsturu necə idi? V bərabərdir. C başlanğıc maddələr üçün C1 çıxılsın, C2 bölünsün, tau. Düzdürmü? Aha. Və nedir? Burada hesablama aparsaq əgər, CO-nun başlanğıc qatılığı nə qədərdir? 10 çıxılsın 2 bölünsün 10 saniyəyə.
Bu da bərabərdir 0,8. Kimə görə sürət tapdıq biz? CO-ya görə sürəti tapdıq. İndi deyir ki, oksigenə görə sürəti hesablayın. Oksigenə görə sürət əmsallar nisbətinə baxırıq. CO-nun əmsalı 2, oksigenin əmsalı 1-dir. Yəni oksigenin əmsalı CO-dan 2 dəfə azdır. Onda 0,8-i 2-yə bölsək 0,4 olacaq cavab C variantı. Gəldik 17-ci suala. Deyir, oksidaşma reduksiya reaksiyalarını müəyyən edin. Oksidaşma reduksiya reaksiyalarını müəyyən edin. Birinci reaksiya, onu deyim ki, kalsium ümumiyyətlə karbonatların alınması, karbonatların parçalanması, bu tipli reaksiyaların heç birinin oksidaşma dərəcəsi dəyişmir. İkinci bənddə, ikinci reaksiyada baxıram. Burada təbii ki, dəyişiklik olacaq. Azot, biraz yaxınlaşdırım. Azot müsbət 4-dən, burada azot müsbət 5-ə gələcək. Burada da müsbət 2-yə gələcək. Yəni, dəyişmə baş verdi. Üçüncü reaksiyada, bu reaksiyada mübadilə reaksiyasıdır. Oksidaşma dərəcəsi dəyişməyəcək. Sink müsbət 2-dən müsbət 2-yə, azot müsbət 5-dən müsbət 5 davam edir, yəni dəyişmir. Bu bənddə isə təbii ki, dəyişəcək. Mən burada görürəm, dəmir müsbət 2 vəziyyətindən dəmir müsbət 3 vəziyyətinə getdi. Həm də oksigenin burada oksidaşma dərəcəsi -1-dir. Digər maddələrdə isə -2-dir oksigenin oksidaşma dərəcəsi. Yəni, dəyişmə baş verdi. Düzgün cavab olacaq 2 və 4. 18-ci sualla davam eləyirik. Sualda bizdən nə soruşur? Həcmi 1 litr olan Həcmi 1 litr olan qapalı qabda baş verən reaksiyanın 5 saniyədən sonra oksigenə görə sürətini hesablayın. Burada kimə görədir sürət? NO-ya görə hesablaya bilərik. Yəni, C1 çıxılsın C2. Yəni, 25. Bu nə olacaq? Bu kütlə olaraq verilib. Kütlə olaraq verilibsə, gəl 25 çıx 10. Deməli, bu elədi neçə qram? 15 qram. 15 qramın neçə mol olduğunu tapaq. Deməli, belə eləyirik də. Əvvəlki miqdardan, yəni 25 qramdan çıxıram 10 qramı. Aradakı fərq 15 qramdır. Yaxşı, 15 qram NO neçə moldur? Gəlin onu tapaq. Biz də bilirik ki, molu tapanda neyinirik? Verilən kütləni bölürdük MR-ə. 15-i bölürəm 30-a, eləyəcək 0,5 mol. Və reaksiyada da mən nə görürəm? Görürəm ki, 2 mol oksigen verilib. 2 mol NO, 1 mol oksigen. Ona görə də gəlin əvvəl NO-nun sürətini hesablayaq. 0,5 mol bölünsün litrimiz 1 mol, zamanımız da 5 saniyə. Bu da eləyəcək 0,1 mol bölünsün litr vurulsun saniyə. Yəni sürəti tapdıq. Kimə görə sürət? NO-ya görə sürət. Həmən tapdığımız sürətin yarısı da oksigenə görə sürətdir. Onu da 2-yə bölsək 0,5 mol bölü litr vurulsun saniyə olacaq. 19-cu suala gəlirik. 19-cu sualda bizə nə deyir? Sxemini əks etdirən reaksiya tənliklərini müəyyən edin. Yəni, mən burada nə görürəm? Mübadilədir də. A, C ilə birləşir, B, D ilə birləşir. Mübadilə reaksiyaları, məhsulları yazsaq, kalsium xlor 2 plus H2O. Yəni, bu ödədir, doğrudur. Kalsium karbonat. Bu birləşmə reaksiyasıdır, bu ödəmir. Bizə deyir, əks etdirənləri seçin. Minus. Sonra burada da yenə mübadilədir. Kalium nitrat, bilirik ki, duzla nə zaman reaksiyaya gedər? Alınan məhsulda çöküntü olduqda. Burada da bəli, argentium xlor çöküntüdür, həm də mübadilə reaksiyasıdır. Bunu götürürük. Sonda ammonium nitrat alınır. Bu da birləşmə reaksiyasıdır, yəni mübadilə deyil. Ona görə bunu götürməyəcəyik. Doğru cavab oldu 1 və 3, o da D variantı. 20-ci suala gəlirik. 20-ci sualda bizdən nə istəyir? Deyir ki, 20-ci sual. Birləşməsində N bərabərdir 2 olarsa, yəni K2SO4 olarsa, X-in oksidləşmə dərəcəsini müəyyən edin. Gəlin edək. -2, müsbət 1 və nəticədə nə olmalıdır? Mənfi yüklərin sayı müsbət yüklərin sayına bərabər olmalıdır. Düzdürmü? Onda gərək bura müsbət 6 yazaq. Və ya belə yolla da hesablaya bilərsiniz. Müsbət 1 vurulsun 2, üstə gələk X, bilmirəm kükürt nə qədərdir, plus mənfi 2 vurulsun 4, bərabər olmalıdır 0-a. Bu zaman
2 plus x minus 8 bərabərdir 0. Onda x nəyə bərabərdir? Sağ və sol tərəflərə yerləşdiririk məlum məchulları. Olacaq müsbət 8 çıxılsın 2, yəni müsbət 6. Bu şəkildə də hesablaya bilərsiniz. Yəni bu sizə qalır. 21-ci sualla davam edirik. Deməli metal plus 2O2 alınır. Karbon qazı plus H2O plus 880. Verilən miqdarları da, emerləri də yazsaq 1664. Bizə nə deyir? Deyir, hər birindən 8 qram verilib. Bu zaman gəl kübri hesablayaq. Necə hesaplayaram? Təbii ki, kiçiyə görə hesablama gedərəm. 8-i 16-ya bölsək 2-də 1, amma 8-i 64-ə bölsək 8-də 1. Daha kiçik miqdar kim oldu? Oksigen. Ona görə də hesablamamızı oksigenə görə gedəcəyik. Aha, deməli 64 qram oksigen yanmada sərf olunan zaman 880 istilik ayrılırsa 8 qramdan nə qədər ayrılacaq? Bu da 888-ə bölsək 110. Kübrümüz bərabər oldu 110-a. Kübr bərabərdir 110. İndi Q2-ni hesablasaq bizə 48, yəni metan yazaq, 2O2 yazaq, 1664. Nə qədər verir? 48 qram verir, bir də 96 qram verir. Yenə nisbətlə hesablasaq, 48-i 16-ya bölsək 3, 96-ını 64-ə bölsək 1,5. Yenə də kiçik miqdar kimə görə oldu? Oksigenə görə oldu. Gəlin hesablayaq. Deməli, 64 qram oksigen yanmada sərf olunan zaman, əgər 880 istilik ayrılıbsa, bəs gəl görək 96 qram yananda nə qədər ayrılacaq? Deməli, 96-nı vuraq 880-ə, bölək 64-ə, 1320. Aha, x bərabər oldu 1000, bir dəqiqə kalkulyatorla hesabladıq. 1320 idi, səhv eləmirəmsə. Deməli, 1,5-i vursaq 880-ə, 1320, bəli, 1320, bu da Q2-mizdir, 1320. İndi bizə də deyir ki, deməli, 21-ci sualda, hansı ifadələr doğrudur? Q2 Q1-dən, yəni Q2 Q1-dən daha böyük cavabdır. Ona görə 2 doğrudur. Q1-im 110 alınmışdı, bəli. Ona görə də doğru cavab olacaq 2 və 3. 22-ci sualda birləşmələrdən hansılar ion rabitəlidir? Əgər qrupların nömrəsinə baxırıq, əsas yarım qrup, birinci yarım qrupsa sözsüz ki, bu metaldır. Y elementinə baxırıq, qrupun nömrəsi 6-dır, 6-cı qrup qeyri-metaldır, qeyri-metal. Z elementinə baxırıq, qrup nömrəsi 5, qeyri-metal. T elementinə qrup nömrəsi 7, yenə qeyri-metal. İndi birləşmələrə baxaq, görək hansı ion rabitəsidir. X-in olduğu birləşmələrin hamısı ion rabitəsi olacaq. Çünki yalnız X burada metaldır, qalanları qeyri-metal. Onda birinci və üçüncü birləşmələri ion rabitəli birləşmələr olacaq. 23-cü suala baxırıq. Deməli, 23-cü sualda bizdən nə istəyir? 30 qram karbon tam yandıqda karbonu yandırırıq. Plus O2, CO2. 1000 istilik ayrılır. Plus 1000. 30 yananda 1000 istilik ayrılır. Üzrlü sayın. 30 yananda 1000 istilik ayrılır. 30 qram yananda 1000 istilik ayrılır. Bəs 12 qram yananda nə qədər ayrılacaq? Elə bu da karbonun yanma istiliyini soruşur. X bərabərdir. 12-ni vururuq 1000-ə. Bölürük 30-a. Deməli, sıfırların biri ixtisar getsə 12-ni 3-ə böləndə 4 eləyir. Bu da olacaq 400. 24-cü suala baxırıq. 17-16 qramın əmələ gəlməsi zamanı ayrılan istilik. Deməli, X yanar. Bu zaman XO2 əmələ gəlir. Bizə deyir ki, 17-16 qram XO2 əmələ gələn zaman 160 istilik ayrılır. Yaxşı, gəl görək, bunun əmələ gəlmə istiliyi 400-dür. 400 istilik əmələ gələn zaman yanan bu maddə sözsüz ki, 1 mol əmələ gəlmə istiliyi nə deməkdir? 1 mol maddənin əmələ gələn zaman ayrıldığı istilikdir də. 1 mol maddənin də kütləsi təbii ki, onun emeridir. Ona görə də biz burada həm də XO2 emerini hesaplamış olacağıq. 17-16 vurulsun 400 bölünsün
160. Hesablasaq bunu, cavab olacaq 44. 44. 44-dən çıxsaq 32. Cavab olacaq 12. X-in nisbi atom kütləsi 12. 25-ci sualla davam edirik. Bura 12 rəqəmini yazdım. 25-ci sualla davam edirik. Deməli, 25-ci sualda bizə nə deyir? Deyir ki, reaksiya nəticəsində 23 istilik ayrılıbsa, neçə litr hidrogen reaksiya daxil olduğunu hesablayın. Deməli, mən görürəm ki, NŞ-la, mən burada nə görürəm? 3 vurulsun, 22,4 litr hidrogen reaksiyaya girdikdə 92 kilojol istilik ayrılıb. 3 vur 22,4 litr hidrogen reaksiyaya gedən zaman 92 kilojol istilik ayrılıb. Yaxşı, gəl görək, əgər 23 kilojol istilik ayrılıbsa, 23 kilojol istilik ayrılıbsa, onda neçə litr hidrogen reaksiya daxil olub? X bərabərdir 3 vur 22,4 vur 23 bölünsün 92. 23 və 92 ixtisar getsə 4 qalar. 4 ilə 22,4 ixtisar getsə 5,6 qalar. 5,6-nı da vursaq 3-ə 16,8. Cavab olacaq 16,8. 26-cı sualla davam edirik. Tarazlıqda olan reaksiya verilib. Demək, bu reaksiyada tarazlığı sağa necə yönəltmək olar? NO-nu sistemdən çıxartmaqla. Baxın, əgər biz NO-nu sistemdən çıxardırıqsa, bu zaman sol tərəfdə təsir azalıb deməkdir. Biz də bilirik ki, Le Chatelier prinsipinə görə harda təsir azalırsa, tarazlıq ora yönəlir. Yəni, birinci vəziyyətdə tarazlıq sola qaydacaq. Ona görə də bunu götürmürük. Oksigenin qatlığını artırmaqla, bəli, biz oksigenin qatlığını artırırıqsa, deməli, sol tərəfə təsiri artırmış oluruq. Onda tarazlıq yönələcək hara? Sağ tərəfə. Təzyiqi artırmaqla, baxırıq ümumi sistem 3V-dən 2V-yə keçib. Əgər mən təzyiqi artırsam, onda tarazlıq həcmin az olduğu tərəfə, yəni NO2 tərəfə, sağ tərəfə yönələcək. Onda bunu da götürərik. NO2-nin qatlığını artırmaqla, əgər mən NO2-nin qatlığını artırıramsa, sağ tərəfə təsiri artırmış oluram. Təsir sağ tərəfə artırılanda, bu zaman tarazlıq təsirin az olduğu, yəni sol tərəfə yönələr. Ona görə 4 götürmürük. Temperaturu azaltmaqla, temperaturu azaltsaq, yəni burada plus 2-dür. Əgər temperatur azaldılsa, bəli, tarazlıq sağa doğru yönələcək. Oldu doğru cavab 2, 3, bir də 5. Davam edirik 27-ci sualla. 27-ci sual hardadır? Aha, daha yuxarıdaymış. Buraları bir təmizləyək. Aha, 27-ci sualla davam edirik. Uyğunluğu müəyyən edin. Oksidləşmə bir də reduksiya proseslərini müəyyən eləyəcəyik. Azot mənfi 3-dən azot müsbət 2-yə gəlib. Nə olub? Oksidləşmə prosesi baş verib. Kükürt müsbət 6-dan kükürt müsbət 4-ə gəlib. Azalıb. Nə baş verib? Reduksiya prosesi baş verib. 2-yə yazacağım. B. C bəndində kükürt mənfi 2-dən müsbət 4-ə gəlib. Nə baş verib? Artma baş verib. Yəni oksidləşmə. C. Manqan müsbət 7-dən manqan müsbət 4-ə gəlib. Müsbət 4-ə gəlib. Nə baş verir? Azalma baş verir. Yəni reduksiya prosesi baş verib. Ona görə bura yazacağıq. D. Alüminium 3 müsbətdən alüminium O2 mənfi. Yaxşı, bunu necə hesablayırıq? Alüminium O2 mənfi. Bu ionun yüküdür. Bax, bu ion yüküdür, düzdürmü? Aha. İndi oksigenin oksidləşmə dərəcəsi mənfi 2, mənfi 2-ni 2-yə vuranda mənfi 4. Deməli, bizim digər tərəfdə yükümüz müsbət 4 olmalıdır. Biri artıq var, onda olacaq müsbət 3. Və ya belə hesablaya bilərsiniz. Bu mənfini 1 plus kimi yaza bilərsiniz. Alüminium X, oksigendə 2 vurulsun mənfi 2 bərabərdir 0-a. 1 plus X minus 4 bərabərdir 0-a. X qalır solda. Mənfi 4 sağa keçəndə müsbət 4-ə. 1 isə mənfi 1-ə çevrilir. Olur müsbət
bərabərdir müsbət 3. Yəni buradan müsbət 3 almış olduq. Belə də hesablaya bilərsiniz. Yəni müsbət 3-dən müsbət 3-ə getdi. Yəni heç bir dəyişiklik baş vermədi. Ona görə də Y bəndini heç bir şeydə, yəni nə A-ya, nə 1-yə, nə 2-yə seçmirik. Olacaq düzgün cavab A-sı və 2-yə də B-dir. Gəldik 28-ci sual, situasiya suallarına. Aha, bizə nə deyir? Reaksiyasının hidrogenə görə sürəti, hidrogenə görə sürət 0,10-3-dürsə, 10 saniyə ərzində 2 litrlik qabda baş verən reaksiya zamanı neçə litr oksigen sərf olunduğunu və neçə qram su alındığını hesablayın. Onda belə eləyə bilərik. Hidrogenə görə sürət əgər 0,3-dürsə, onda oksigenə görə sürət 0,15 olacaq. Sürətin düsturunda V nəyə bərabərdir? Ya belə yazırıq, nö bölünsün, nədir, tau vurulsun V və yaxud da əgər qatılıqla birbaşa hesablayırıqsa, S bölünsün tau düsturu ilə hesablama aparırıq. 10 saniyə ərzində deyir, 2 litrlik qabda baş verən reaksiya zamanı neçə litr oksigen sərf olunduğunu hesablayın. Gəlin hesablayaq. Onda biz digər düstura görə hesablama aparacağıq. Yəni bu düstura əsasən hesablama aparırıq. Mol nə qədərdir bilmirik. Elə bizə də deyir ki, sərf olunan molunu tapın. Yəni neçə litr oksigen sərf olunub. Ona görə bunu x-la işarə eləyək və ya elə nö ilə işarə eləyək. Nö. Bölünsün 2 həcm, yəni 2 litr vurulsun 10. Sürətimiz nə qədər idi? Sürətimiz də 0,15 idi. Onda nö nəyə bərabərdir? 0,15-i 2-yə vursaq 0,3, onu da 10-a vursaq 3. Deməli, molumuz oldu 3 mol. Yəni 3 mol oksigen sərf olunub. 3-ü vursaq 22,4-ə, 67,2 eləyəcək. Bu belə. Sonra y-imizi hesablasaq, neçə qram su alındığını hesablayın. Yaxşı, gəlin baxaq. Əgər belə deyək də, neçə qram su alınıb? 1 mol oksigen sərf olunanda 2 vur 18, yəni 36 qram əgər su alınıbsa, bəs gəlin görək 3 mol nədir? Oksigen sərf olunanda nə qədər su alınacaq? O da bərabərdir. 6-nı 18-ə vursaq 108 qram eləyəcək. Cavab olacaq 108 qram. 29-cu sualla davam eləyirik. Deməli, 29-cu sualda bizdən nə istənilir? Reaksiya tərliyini əmsallaşdırın. Yaxşı. Natrium 0-dan natrium müsbət 1-ə gələcək. Azot müsbət 5-dən, bir dəqiqə yazmadır ruçkamız, müsbət 5-dən mənfi 3-ə gələcək. Əmsallaşdıraq. Natrium 0-dan natrium müsbət 1-ə, azot müsbət 5-dən azot mənfi 3-ə gələcək. Deməli, natrium 1 elektron verir, amma azot 8 elektron alır. 1, 8, 8, 1. 8-i yazırıq. 8-i yazırıq natriumun qarşısına. Onda burada 8 yazmalıyıq. Sonra azot mənfi 1, mənfi 3 olduğu maddədə, yəni amonyakda əmsal 1 olur. Və baxıram, 8 azot, 1 azot, elədi neçə? 9. Azot 9-u yazdıq bura. İndi deməli, mənim sol tərəfdə 9 hidrogenim var. Sağ tərəfdə 3 hidrogen amonyakın tərkibindədirsə, 6 hidrogen də harada olmalıdır? Suda. Onda suyun qarşısına da 3 yazsaq, əgər gəlin oksigenləri sayaq. Sol tərəfdə 9 dəfə 3, 27 oksigen var. Sağ tərəfdə də saysaq, 8 dəfə 3, 24, plus 3 də suda, 27, 24 plus 3, 27. Hər iki tərəfdə 27 oksigen var, yəni doğru əmsallaşdırma etmişik. İndi nədir? Əmsallaşdırın, etdik. Reduksiya məhsulumuz nədir? Amonyak. Yəni azalma, oksidaşma dərəcəsinin azalması harada müşahidə olunur? Müsbət 5-dən mənfi 3-ə gəlinibsə, reduksiya prosesinin məhsulu, yəni reduksiya məhsulu amonyakdır. Amonyak. Sonra reaksiya məhsullarının əmsallarının cəmi 8 plus 1 plus 3, o da 12.
Bu da 29-cu sualın həlli. 30-cu suala baxırıq. Alüminium, oksigen, alüminiumun yanma reaksiyası. Nə deyir bizə? Alüminiumun yanma istiliyi N-dir. 54 qram alüminium tam yananda ayrılan istiliyin miqdarına baxırıq. Deməli, görürəm bu reaksiyanın istilik effekti nə qədərdir? 3200. Onda alüminiumun yanma istiliyi, yəni N bərabərdir. 3200-ü bölürəm alüminiumun əmsalına. Niyə əmsalına bölürəm? Çünki yanma istiliyi 1 mol maddənin yanan zaman ayrıldığı istilikdir. Bu da olacaq 800. Sonra ikinci, 54 qram alüminium tam yananda. Deməli, mən buradan nə görürəm? Görürəm ki, yanma istiliyi 800-dür. Bundan da istifadə edib yaza bilərik. Yəni 27 qram 1 mol deməkdir də. 27 qram alüminium yananda 800 istilik ayrılırsa, bizə şərtdə 54 deyir. 54 qram alüminium yananda nə qədər istilik ayrılacaq? Bu da 2, 1, o da 1600. Aha. Deməli, cavab olacaq M bərabərdir 1600. Bu da ikinci sınağın həlli idi.